cəmaat için görsün də. Biz bu yaşda hara gedək, niyə? Hamı işləməlidir. Bakı Elektroştant və Bakı Polad Tökmə müəssisələrinin əməkdaşları öz haqlarını tələb edirlər. Deyirlər ki, uzun müddət çalışdıkları zavodun rəhbərliyi dəyişəndən sonra heç bir əsas olmadan onları işdən çıxarıblar. Hər iki zavoddan azı 800 nəfər işini itirib. Mən bugün bura gəlməyə yol pulu tapmadım. Başlar bir tərəfdən zəng edir, gəl pulu yatırır. Bu evə yemək lazımdır. Mən ev sahibiyəm. Mən evimi dolandıra bilmirəm. Biz bilirik orada nələr olur. İşdən danışmıram, haqqımdan danışıram. Heç nə istəmirəm. Yola salmışsız getmişəm, haqqımı verin də. Məhkəmələrdəyəm. Bu zavodların tarixçəsinə qısa nəzər salaq. 1993-cü ildə Rusiyada yaşayan Zülfüqarlı qardaşları Azərbaycanda qara metallurgiya sahəsinə investisiya yatırırlar. Sovet dönəmindən qalma zavodlarda müasir texnikalar quraşdırılır və zavodlar tam gücü ilə işə başlayır. Necə deyərlər, qurduqları iş uğurla alınır. Amma 2005-ci ildə Zülfüqarlı qardaşlarına bu zavodları dəyər dəyməzinə satmaq təklif olunur. Bununla razılaşmayan qardaşlardan Nurəddin və Loğman Zülfüqarlı bir qadından qorxu yolu ilə pul istəməkdə ittiham olunaraq 2005-ci ilin dekabrında həbs olunurlar. Həbsindən bir neçə ay sonra 2006-cı ilin martında Nurəddin Zülfüqarlı sahibi olduğu Elektroştant zavodunun alqı-satqısı ilə bağlı azadlıqda olan digər qardaşı Baxış Zülfüqarlıya etibarnamə verir. Bundan sonra qardaşlar həbsdən azad olunur. Bir neçə günün içində Zülfüqarlı qardaşlarının müəssisələri başqalarının adlarına rəsmiləşdirilir. Siz bura kim gətirir? Çox böyük səhv edib verilməli. Jurnalistlər kağız üzərində zavodun yeni sahibini axtarıb tapmışdılar. Bu Keşlə qəsəbəsindəki Şanxay yaşayış massivində yarı uçuq evdə yaşayan Gəray Məmmədov adlı biri idi. Milyonlarla manatlıq zavodların nə az, nə çox, düz 80%-nin sahibi. Siz zavod sahibi deyilsiniz. Vəkiliniz kimdir? Mahir deyil, Bu video mediada yayılandan sonra zavodun səhmdarı dəyişib. Hazırda zavodun hardasa 80%-i Baku Steel Company-yə məxsusdur. Zülfüqarlı qardaşları öz mülklərini geri qaytarmaq üçün məhkəməyə müraciət ediblər. Yerli məhkəmə iddialarını təmin etmədiyindən Avropa məhkəməsinə üz tutmağı planlayırlar. Zavodların rəhbərliyi dəyişəndən sonra zamanla köhnə işçilərin də ixtisarına başlanılır. Mən 20 yaşında gəlmişəm o müəssisəyə. Demək, qocalan vaxtı Rasim Məmmədov gəlib mənim qolumdan tutub atıb bayra, deyir ki, sən bura lazım deyirsən. Bunlara yaxın təbəqə, yaxın zümrə yoxdur. Ayaqlayım, keçim, devizləri budur. Mən bilmirəm kim eləyib, neyini. Oturmuşam bir qapalı otaqda, işimi yerinə yetirmişəm. Danışırlar, qulaq asıram. İstədiyim nədir, zəhmət haqqım. Bütün bu işlərin arxasında bir nəfərin, Rasim Məmmədovun adı hallanır. O, müsahibələrində bildirib ki, Zülfüqarlı qardaşlarından kimsə nəyisə almayıb. Zülfüqarlı qardaşlarının Polad Tökmə zavodunda 16% payları var. Sadəcə əvvəllər zavodu onlar idarə edirdi, indi Baku Steel Company edir. Rasim Məmmədovun təkcə Zülfüqarlı qardaşlarının yox, dəmir istehsalı ilə məşğul olan digər kiçik müəssisələrin də zorla qapatılmasında adı çəkilirdi. Günün gün orta çağı Bakı və ətraf qəsəbələrdəki dəmir sexlərinə gələn idmançı görkəmli şəxslər işlərin dayandırılmasını tələb edirdi. Bu tələbə əməl etməyəndə isə sexdəki xammalı üzərində Baku Steel Company yazılan maşınlara yığaraq aparırdılar. Hüquq mühafizə orqanlarına edilən müraciətlər isə nəticəsiz qalırdı. Təkcə 2012-ci ildə azı 10 belə sex zorla qapadılmışdı. O vaxt Rasim Məmmədov Azadlıq radiosuna bu hadisəni təksib etmişdi. Hərçənd ki, sexlərdən götürülən xammallar sonradan Baku Steel Company-yə daşınırdı. Biz hər sözə görə cavab verməliyik. Yoxdur onlarda, boş şeylər danışılır. Hər sınıq zavod sayılırdı. Siz hansı zavoddan da? O zavoddur bəyəm. Rasim Məmmədov bu şirkətin müşahidə şurasının sədridir. Amma Baku Steel Company-nin əsl sahibləri gizli saxlanılır. Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı son çıxışları Baku Elektroştant və Baku Polad Tökmə müəssisələrinin əməkdaşlarını ümidləndirib. Prezidentimizə müraciət edək ki, insanlar bizdən iş tələb edir, biz də sahibkardan tələb eləməliyik. Sahibkara da şərait yaradılmalıdır ki, bizim sahibkar gəlsin. İşçilər ümid edirlər ki, prezident onların səsini eşidər, zavodlar öz sahiblərinə geri qaytarlar və onlar da öz işlərinə geri dönərlər. Zavodların öz sahiblərə qaytarılmasına və bizim bağlanmış iş yerlərimizin yenidən açılacağına olan ümidlərimiz daha da artır.